Bizim migrenlə şikayəti olan və 10 il bundan qabaq müalicə elədiyimiz Məhəmməd qardaş yenə bizə müraciət edib və gördüyünüz kimi təbii üsullarla hidroterapiya, zəli müalicəsindən və apiterapiya, ağrı müalicəsini davam elətdirir və qardaş nə narahat edirdi sizi? Migren. Şikayətləri nədir? Migren tuturdu, migrenim olurdu, halsız olurdum. Güclü ağrılar olurdu. Güclü ağrılar olurdu. Aha. Çox sağ olun ki, yaxşı ki siz varsınız. Arı ilə, zəli ilə müalicə edirsiniz, təbii üsullarla müalicə edirsiniz. Çox gözəl, bəli, inanıram. Sizə çox dəhşət inanıram. Çünki bunun qabağın 7-8 il bundan qabaq gəlib sizə bir ay müalicə götürmüşəm. Səbəbini də görmüşəm, rahat da olmuşam. İndi də təzədən qalxıb ağrılarım, yenə də təzədən gəlmişəm. İnandığım üçün gəlmişəm. Yəni sizin müalicənizin şəfasını görmüşəm, gəlmişəm. Hardan çıxdınız Məhəmməd? Sabirabad rayonu. Şəhərdən Sabirabad. Bəli, mərkəzdən Sabirabad rayonundan. Hə, gözəl. Mən bura anam da gəlib müalicə eləmisiniz. Oğlumu da müalicə. Oğlum da gəlib müalicə alıb sizdən. Mən özüm də bəli, mən özüm də gəlmişəm, gəlirəm də. Gələcəm də inşallah. Allah kömək olsun, var olasınız, şəxsinizdə bütün xəstələrimizə şəfa diləyir. Amin, amin, amin Bizim inşallah. artıq vəziyyət elədir ki, həkim xəstə yox, biz dost, qardaş münasibətindəyik. Bəli. Elə müalicə elədiyinizə görə, inandığıma görə, müalicənizin şəfasını gördüyümə görə, yəni dost qardaş olmuş orada.